Salam kanalı izləyiciləri, bugün ismin halları mövzusuna müraciət etmək istəyirəm. İsmin 6 halı var. Adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq hallar. Adlıq hal bilirik ki, yeganə haldır ki, adlıq halın heç bir sualı şəkilçisi yoxdur. Yeganə haldır ki, heç bir şəkilçisi yoxdur. Kim, nə, hara suallarından birinə cavab verir. Yiyəlik hal, in, un, 4 cür yazılan şəkilçi vasitəsilə düzəlir. Kimin, nəyin, haranın suallarından birinə cavab verir. Yönlük hal istiqamət bildirmək məqsədi ilə işlədilən haldır. Kimə, nəyə, haraya suallarından birinə cavab verir. Şəkilçisi A, Ə 2 cür yazılan şəkilçi vasitəsilə düzəlir. Təsirlik hal kimi, nəyi, haranın suallarından birinə cavab verməklə I, U, Ü 4 cür yazılan şəkilçi vasitəsilə düzəlir. Yerlik hal kimdə, nədə, harada suallarından birinə cavab verməklə da, də şəkilçiləri vasitəsilə düzəlir. Çıxışlıq hal isə kimdə, nədən, haradan suallarından birinə cavab verir, dan, dən şəkilçiləri vasitəsilə əmələ gəlir. Məsəl üçün, bayraq sözünü hallandırağın. Bayraq ismin adlıq halında heç bir şəkilçi olmadığı üçün deyirik bayraq. Bayrağın, bayrağa, bayrağı, bayraqda, bayraqdan. Bu şəkildə hallandırırıq. Yadınızda qalsın. Baxırıq ki, burada nın və y samitlərindən də istifadə olunub. Nın, ya, yə şəkilçilərindən də istifadə olunubdur. Deyərsiniz müəllimə, bunlar nədən ötürdü? Bu şəkilçilərdə bitişdirici samitdir. Bitişdirici samit sözün sonu saitlə bitərsə, bu zaman saitlə başlanan şəkilçi qoşulduğu üçün y bitişdirici, n bitişdirici samitlərindən istifadə olunur. Qeyddə də burada deməli göstərilibdir. Su, nə sözləri saitlə bitdiyi üçün bu zaman su, suyun, suya, suyu, suda, sudan kimi deməli hal ismi hallandıracaq, sözü hallandıracaq. Və yaxud baba, babaya, baba, baba, babanın, babanın, nından götürəcək. Babaya, babanı, babada, babadan şəklində sözləri hallandırırıq.